Salam değerli izleyiciler, Azərbaycanda bu şəxslərin pensiyası artırıla bilər və açıqlamanı diqqətinizə çatdırıram, amma öncə burada üstəgəl işarəsinə bir dəfə toxunaraq kanalımıza abunə ola bilərsiniz. Deməli, Nazirlər Kabineti əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib, yeni sənədə əsasən əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların elektron hökumət informasiya sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Bu barədə deputat Vüqar Bayramov bildirib və qeyd edib ki, yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina və digər hallarla bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək və millət vəkili nəzərə çatdırıb ki, pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünün dəyişdirilməsi prosesinin sadələşdirilməsinə imkan verəcək və həmçinin də yeni qaydalar pensiya sahəsində elektronlaşmanı genişləndirməklə yanaşı pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər. Qeyd edək ki, açıqlama deputat Vüqar Bayramova məxsusdur.